Selamünaleyküm dostlar. Selamünaleyküm. Tamam, son yerimiz var. Soruşmadım biz. Oy bu et ya. Şu an sıkalı bir yasa. Ne diyeyim? Lavaş salata. Bunun qabağında kimsə terrorizasiya elədi deyəsən kimsə. Bir yox. Olan işte biz Clash Royale'ımıza baxaq. Saqqala baxa bilər. Mağar adamına oxşuyar. Ya dostlar, məcbur kamerasız oynamaq məcburiyyətindəyim. Belə də ki... Niye şey kamera? Ben oyun oynuyorum size bakın be. Kudlakımızı vurduk. Onu gözlemeden ben aşağıdan bir getdik. Abi geçsin hele şey. Ay bile ala. Elit barbar o vaxtın dövründən qalıb ya. Mənim şeyim onu. Öf. Bu ne qararız? Eyvah, tamam işte. Bu videoda sesim çıxmırsa var ha. Mən bu telefonu yağlayacağım telefonumu. Bu qardaşımız bunu vurmağa çalışır ki vurdu da. Elə əməlli. Bu qardaşımız da CD buraxdı. Heç yəni ehtiyac yoxdur əslində, amma yenə də atıram bunu da. Görə ikisi də bir yerdə CD buraxdı. Görsən Qazi qardaşımız gəlir. Gəlsin, eybi yox. Buradan geçsin sən ana. Sıçdım batırdım Allah haqqı sıçdım batırdım. Hər tərəfli sıçdım batırdım ağacda. Oy bilə, Allah neynədim mən? Enes Buğra Eren'den kömək almalıydım da yerə, görsən. Almadım, belə oldu. Şey, daldan verməyə getməliydi, məcbur. Daldan vermək deyəndə elə daldan vermək yox. So, 9 zəngsi işlədib, so yarrağı. Gülən də ataq. Emoji. Ne deməkdir? CD qoydu, o bıraxdı. Qaqa. Bu oyun mən nə deyirəm deyəsən yox. Hələ 3000 kupada qalmışam. Alerjim artışı var. Nədir bu? Axırda nə verirlər? Bu nədir? Shit. Nədir? 400 qızıl. Yenə 400 qızıl. Qəşəng. 3060, 3049 kupalı bir qardaşımız var. Thanks. Görsən? Yaxşı oğlandı. Mən buna çox da qoymayacağam. Mən də bir dənə thanks'imi atım. Oho. Çox qoymayacağam dedim biraz. Mən qoyacaq kimi görsənir. Ay sənin. Kötü şişdi də o şey. Şişib. Ünlü var, nəsə şişmə prosesi gedib elədi. Tamam. Bu nə işim yoxdur bu si. Allah sənin var yoxun yox. Deyim, mən hücum eləyə bilməmişəm hə. Elə hipnoz eləyib ki mənə qayıpa gedə. Bax bu nədir? Bu Mən söyüş mü söyleyeyim indi qaqa? Qaqa söyüş mü söyleyeyim mən? Bu nədir?
İndi. Bak. Bir tane taktika var. Taktika. Bak koydum buraya bunu. İndi gözlüysən. Uşaq gözlüysən. Oyuna geçsin. Gözləməyə bax. Dala. Bak bu. Söyüşün oğlu ne istəyir? Bu adam yeriyen söyüştü bu dəqiqə. Sen öldüyüm qaqa. Allah əlimdəydi. Far yaxın hələ də əlimdəydi. Donuzlar əlimdəydi o heç. Bu balası kimdi? Yandıran oğlu. Ay belə gedəcək indi ora. Var yox. Yox mən görəməyəcəm o yetim. Tolerans yoxdur bu va. Я getdim, başka variant не то да. Никогда, ну этот не английский, понимаешь, этот. Бля. Neyse ev yok. Ev yok. Bir oyun tuzlu ev yok. Var yoksa bir şey söyleyeyim. Bir de bulmazlar. 34 kupadaymış ha. Koyduğu şeye bak. Niye 10 seviyede ben 9 seviyeyim. Oyunum elədiyi belə cındırlıqlar mənə xoşuma gəlmirdi Allah haqqı. Ha bu nədir atdı lan? Baba. Bu adam əvvəllər arena 26 olub 100%. İndi oynadığı arena 9'dur. Mən bunu necə uda bilərəm? Ne gələ? Skelet balalarını atır üstümə. Onun qabağına əsasən sənin var yox. Bu nədir? Buna qarşı necə bir hərəkət eləyə bilərəm ki, hörmətsizlik olsun. Yəni mənim dəstəm bir köhnəliyib. Yəni necə başa düşmürəm də. Mən bu dəstə ilə 4 arenada oynayıram. 4 yox, 3 arena. Həqiqətən 4'dür bəlkə, bilməm. Ay bля, ay sen. Dağılacaq indi. Sen öldü adım. Bu nədir? Nədir axı bu? Qəhbə balası, mən ağzımın yaşlısı axı siz. Ay belə söyüşlər sözəmində Allah haqqı. Gicdillah bu nədir? Kimin var yoxu görüb onu axı. Belə. İki tane attı özü. Oh. Hiç olmasa birini alalım. Hayır olmasa. Aldı mı sanday git. Ne at sanday?
Mən normalda bu dəstəklə oynayıram. Bax bununla oynamıram. Bu balası ilə oynamıram. Onu bunu qoyuram bu oynamasına. Belə 6 da ikisi şey olar ha. Deyindim bir qrupda oynanamıyor, nə olacaq? Good luck'ımızı bastıq. Bu da 10 səviyyədir. Sən bu nədir? Ay, mən nəyə baxıram? Bax yenə söyüş mü söyüm, yoxsa yaxşı söz mü söyüm? Artıq nə edəcəyimi mən də bilmirəm. Artıq düşüncələrimlə birlikdə yox olmuşam. Mən və küçük yoldaşlarım hamısı bir-biri ilə öldü. Halal olsun Leri. Halal olsun Leri sana. Sen kardeşsan da Leri. Lerik. Siktir birincisi. Mənim əlim mikrofonu dəyibsə var ha. Mən yağlayacağım da bu telefonu sən. Bu yetimin mikrofonu elə yerdədir ki, var yoxsuna lənət. Anasını s**tim ben. Clash of Clans heç boyunda yox ha. Clash of Clans oynayanda dəhşət söyüş söyürəm mən. Niyə bilmirəm, Clash'ın əhəmiyyətinə uyğun olaraq mı söyüş söyülür, yoxsa infreksiyal olaraq insan ağzından çıxan sözlər boş-boşda danışıram orada. Clash oynayanda. Ne oldu ya? Malı ne oldu ya? İnan sana hiç. Niye bütün karakterler 60 30 FPS iken bu təzə balaca uğraş. Ne var öyle ya? Ne vardım ben? Ne bileyim valla. Ne dedim, yaxşı bir şey eləmişəm ona görə. Heç vecimə deyil. İndi yalan deməyəcəm, Clash of Clans deyirəm. Valla Clash Royale taktikalar haqqında çox bilmirəm. Yəni gəldi basıram da. Çox bilmirəm dedim, biraz bilirəm amma o qədər də yəni. Enes bu Rayran kimi deyiləm də. Oo. Mən də bundan aşağı. Oo, Minecraft. Messi better, düz deyir. Ben bu adama good luck'u çakacağım baba. İskelet Onu bu əziz dost. Aa, bu donuzlar anı. Buradaymış. Ne yazabilirsin ay dostu. Estağfurullah, estağfurullah, estağfurullah. Dostlar, üzr istəyirəm ağır ifadələrimə görə. Ancaq mən bunun anasını belə dondurum. Heç oğlansız bir adam belə zəif öldürmək özündən heç xoş olmadı əziz dostlar. Sevməmək üçün özümü zor tuturam. Bir adam özünü söyüşüyə silmək istəyirsə, ona eləyəcək bir şey yoxdur yəni. Mən söyüş sevməyimin səbəbi bu səhv pis şeylər atmaqla deyil. Bu o bir şey trup atmaq mənim söyüş sevməyimə vəsilə yaradır. Bax məsələn, bunu attım tutalım ki. Çok uzaktan attım ama aminyum kardeş. Hara geçsen ay dostum, sen ne bileyim ya. Zamanlar başına al gedir. Bu nədir bəs ay dostum?
Təzələr niyə 60 FPS görsənir? Mən o maraqlı deyil. Lazım, ay dostum. Oy, belə heç vaxtında olmadı da, heç. Gəl, sən onlara sənin vecib olmasın, sürkeş. Görsən nətər tutuşur. Nətər tutuşdu. Ay dostum. Görsün tutuşur. Qoruya bilmədiyi üçün. Bu Pekka'nı nə qədər atır bir adam? Bu insan Pekka'nı niyə bu qədər çox atma haqqına sahibdir ki? Niyə bu adam Pekka'nı bu qədər çox atma haqqına sahibdir məsələn? Bu sualı verə bilərəm sizə, ey insanlar. Bax, niyə bu qədər çox boxpusu var bu adamın? Niyə? Ay dostum, bu nədir? Ey. Neyse.